Astarada piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Astara şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb. Astara rayonunun Oja-Kəran kənd sakini 29 yaşlı Röyal Kazımzadə idarə etdiyi Mercedes markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Astara rayonunun Ərcivan qəsəbə sakini 49 yaşlı Fuad Nuriyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yola oxşam evdə yox idi. Səhər bizə sabahsı səhər mənə zəng elədilər ki, qardaşın rəhmətə gedib. Gəlmişəm Moruqdayam. İndi buradan da götürüb aparıb dəfn edirik. Qəzanı törətməkdə şübhəli bilinən Röyal Kazımzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. İlkin ehtimal kimi qəzaya səbəb dumanlı hava şəraiti göstərilir, lakin faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır. Günel Zülfüqarova, İlqar Mustafayev, bugün informasiya proqramı üçün.